4 fəsil uşaq arabası. Üzərində əllərin donmaması üçün əlcək. Uşağın əşyalarını daşımaq üçün çanta. Uşağınızı yağışdan, küləkdən qorumaq üçün tam bağlanır. Günlüyü əlavə birdən belə böyüdə də bilərsiniz. İstəsəniz bu hissəni belə çıxarda da bilərsiniz. Zamok var, açıldı və çıxdı. Matrası var, içərisi parçadır. İçərisinin matrası çıxarılıb. Qolu bir neçə dənə rejimində var. Orta, aşağı və yuxarı rejim. Bu yataq rejimidir. İndi keçirik oturaq rejimə. Bu isə oturaq rejim. Uşaq istəsəz üzü sizə ola bilər və yaxud da ki bir hərəkətlə dəyişib və yaxud belə. Üzərində uşağın təhlükəsizliyi üçün 5 tərəfli deməyin. Üzərində uşağın yağışdan qorunmaq üçün ten və həşəratlardan qorunmaq üçün tül. İsti havalarda bunu açırsınız. Setka var, burada havalanır. Bir hərəkətlə çıxdı. Üstəlik maşınla hərəkət etmək üçün belə bir kreslası var. Bunu isə istədiyiniz vaxt rahatlıqla çıxarda bilərsiniz. Korpusu dəmirdəndir. Amortizasiya sistemi var. Təkərlərin 4'ü də bir hərəkətlə çıxır. İçində podşipnikdir. Təkərlər rezindəndir. Plasmas olsa uşağın ağırlıq verə bilər. Üstəlik stopu var. Bir hərəkətlə də açıldı. Bunun qol hissəsi bir hərəkətlə oynayır yuxarı aşağı. Bir hərəkətlə bu knopkana basırıb bunu çıxarda bilirsiniz. Sonra bunu maşında quraşdırmaq üçün gördüyünüz kimi burada bütün hər şey yazılıb. Bu getdi maşına. Bu hissəsi də bir hərəkətlə bağlandı, götürüldü, qoyuldu maşına. Kizila avtokreslolu uşaq arabası. 4 dənə rəngi var. Hər yerdə bunun qiyməti 450-420 manat arası dəyişir. Yalnız Tom Toys'da qiymət 360 manat. Məncə əla bir qiymətdir. Bu fürsətdən yararlanmağa çalış. Gəl al da.